Salam dostlar. Mən oturmuşam. Özümün qohumları və qız dostları var. Uzaq qohumlar da var, yaxın qohumlar. Oturmuşuq. Göstərəcəm ha sizi, bax ha. Ağıllı ol. Bunlar deyir ki, Nadim, biz şahidik. Bu qara 8 olan tarixdə Azərbaycanda zəlzələ olmayacaq deyir. Amma mən də deyirəm ki, qara 8 olan tarixdə Azərbaycanda dağıdıcı zəlzələ olacaq. Eşitdiniz? Hər kəs neçə nəfərdir burada? 1, 2, 3, 4, 5 nəfərik. Bir dənə balaca Muradik dostumuz. Salam aleyk. Göstərib sənə? Kimə? Qızlar deyir bizi göstərmə, amma biz deyir bu videoda da xatırlayır. Nəysə bunlar spor eləyirlər. İndi mən öz hisslərimi güvənərək deyirəm ki, siz doğrudan da dağıdıcı zəlzələyə qarşı öz tədarükləri görün. Və bir də bu yaxınlarda baş verəcək çox böyük sellərə görə. Gülürsünüz, büyük mərtəbələrdə yaşayırsınız. Allah sizdən uzaq eləsin. Birdən zəlzələ olub bir şey olsa, sonra deməyin ki, deməmişdim. Heç kimə heç bir şey olmasın. Ən azından başqalara bir şey olsa, sonra özünüzə gülərsiniz. O biri stoldan da biri isə zəlzələ səsi eşidib nəsə orada dava çıxardır. Kristandan çalışıyor. O deyən oldu zəlzələ sözü eşitdi, uşaq dava çıxardır orada. Dostlar, zəlzələdən özünü qorumağa da yollar axtarın. Həqiqətən də dünyanın bir çox bölgələrində baş verəcək olan zəlzələlərin daha çox olacaq. Bir çox böyük bölgələrdə dağıdıcı zəlzələlər olacaq. Bu yaxın günlərdə yenə dağıdıcı bir zəlzələ olacaq. Və bu 8 tarix hansısa Azərbaycanda gəlib çıxacaq. Allah sizi qorusun. Bu yaxın günlərdə gələcək sellərdir. Bunlar uşaqdır, bunlar nə bilir, bunlar toyuq başda olan insanlardır. Bunlar xətrimə dəyməsin, yəni o mənada demədim. Yəni uşaqsınız da, yəni sizin bildiyinizdə mənə gülürsünüz, əsəbləşdim. Bax göstərəcəm sizi gülmə. Bu videoya çıxacaqsınız, biabır edəcəm sizi. Yəni bu neçə yaşlarınız var? 18-19 yaşda qızdır bu, biri nə bilim nə. Bunun 33 yaşı, bunun 34 yaşı. Bunlar nə bilir? Bax göstərəcəm sizə. Bunlar öz aləmində gülürlər. Bax, indi bu cür gülənlər çoxdur. Mən onları spesialını bu video çəkirəm ki, bax bu cür gülənlər çox. Bax, Saida.